Neçə gündə əhya saxlamaq üçün qardaşlar, əzizlər, analarımız, xanımlar, müminə xanımlar məsciddə gəlib bərabər ibadət edirik. Muizələr olunur. Qədir gecəsini dərk eləmək üçün zəhmət çəkən əzizlərimizin məxsusən özlərinin salamətliyinə ötürü və dünyadan köçən valideynlərin ruhin salavatını yad edir. Allahumma salli ala Muhammed ve Ali Muhammed. Zamana imamı, İmam Zaman Ağa'nın fərəcinin təcil olunması və eyni zamanda salamatlığından ötürü İmam Zaman Ağa'nın salamatlığına sədəqə ayırmaq çox böyük fəzilətdir. Sanki sən də bir dəstək olursan onun gəlişinə, bunun hazır olmasına. Ağanın salamətliyinin ötürü Peyğəmbər zamanına salavat edir. Allahumma salli ala Muhammed ve Ali Muhammed. Biz hələ tələbəçilikdə yolda görərdim bir çətinliyimiz olardı. Cibimizdə pul yox, maşınımız da yox. Hər adam da maşın saxlamır. Tələbəçiliyə gedəndə başqa qonşu rayona ustadımız bizə deyərdi ki, çətinliyə düşdünüz, müşkülünüz olsa bir müşkülü həll eləmək üçün təvəssül eləyin. Peyğəmbərin qızı Fatimə Zəhraya təvəssül eləyin. 3 dənə salavat deyin. Vallahi o qədər etiqadımız olardı ki, o salavatı deyərdi 3 dəfə. İnanın ki, bir yerdən elə adam bizi gətirərdi, nə bizdən pul alardı. İnanın ki, o qədər. Yəni, bugün də bizim hər birimizin müşküllərimiz, dərdlərimiz çoxdur. Xanım Zəhra salamullah əleyhanın xanımlar xanımı, xanımların fidanı Həzrəti Zəhranın pak ruhin salavatla yad edir. Allahumma salli ala Muhammed ve Ali Muhammed. Kərbala şəhidləri, ağamız İmam Hüseyin başda olmaqla yar-ı ənsari, Kərbala şəhidlərinin mistaqında Azərbaycanımızın ərazi bütövlüyündə canlarını fəda edən əziz qəhrəman şəhidlərimizin pak ruhin salavat yad edir. Allahumma salli ala Muhammed ve Ali Muhammed. Bir salavatı da bu əziz gecədə zəxiri olaraq o əməlimiz üçün, ahirət evimiz üçün, o gün ki bizi heç kim axtarmayacaq, o dar sandığın içində nə əməlimiz olsa o olacaq. Zəxiri olaraq ahirət evimiz üçün bir salavat hədiyyə edirik. Allahumma salli ala Muhammed ve Ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala Resulillahil amin. Habibina ve habibi ilahil alamin. Ebil Kasım Muhammed sallallahu aleyhi ve aleyhi ve sellem. Allahumma salli ala Muhammed ve Ali Muhammed. Ve la'netullahi ala a'daihim ecmain minel an ila kıyavmi yevmiddin. Amma ba'd. Bismillahirrahmanirrahim. Fekultu istagfiru rabbakum innehu kâne gaffâra. Değerli azizler, bir daha Allah'ın salamı olsun her birinize. Qədirli gecədə Kur'an'ın bir ayesini, Nuh suresinin 10, 11, 12. ayesi. Bir dəvədə yadınıza salıram. Bilirsiniz, biz karşımızda sosyal şəbəkəyə yayımlanırıq. İndi gün ərzində neçə min adam bura baxırsa, baxmırsa onların içərisində bəziləri var ki, rişxənd edirlər. Bunu hər gün deyirik. Burada oturanlar bilirlər. Amma onlara deyirəm ki, onlar bir dəfə getsinlər, başına Kur'an qoyanlarla bir yerdə olsunlar, sonra bilsinlər ki, Kur'an'ı başa qoymağın mahiyyəti nədir? Bir iştirak eləsin. Məsələn, deyir ki, siz Kur'an'ı başa qoymaqdan onu oxuyun. Mən də indi oxuyuram. Gözlərinizi açın, qulaqlarınızı açın, eşidin, əvvəl Kur'an'la başlayıram. Və ondan sonra deyəcəyim inşallah. Bismillahirrahmanirrahim. Fekultu istagfiru rabbakum innehu kâne gaffâra. Nuh suresi 10. 11. 12. ayəni təhlil edəyəlisiniz inşallah. Allah bize kömək olsun inşallah. Buyurur ki,
Allah'a tövbe edin. İstiğfar edin. İnnehu kâne gaffara. Allah bağışlayandır. Ne dedi? Bu geceye dair de. Fekultu dedi Allah buyurur. İstağfiru. İstiğfar edin. Biz bu emellerin evvelinde neydi? Estağfirullah ve etubu ileyh deyirik. Kur'an'ın dediğine uygun edirik de. Düzdü mü? Kur'an der istiğfar ile, ben de istiğfar edirəm. İstiğfar edirəm, tövbe edirəm, inabe edirəm Allah'a tərəf. Əzizlər, bəziləri deyir ki, bu olmaz, o olmaz, o olmaz, bunu belə eləmək olmaz. Kəbin yoxdur onların dinində. Məkkə həcci vacib deyir. Quran müqəddəs deyir. Ziyaratgah yoxdur, təvəssül yoxdur. Nə var mı sizin dininizdə? Gecə səhərə qədər nəylə məşğul olacaqsınız? Haram işlərlə. Cəmaat yığılır məsciddə Allah'a zikr edir, dua edir, namaz qılır, Allah'ın 1000 dənə adını zikr edir. 1000 dənə adından Coşan-ı Kəbir duasını oxuyur ki, daha bunun sünnisi, şiəsi yoxdur. Coşan-ı Kəbirin sünni şiəliyi var mı? Məzhəbi var mı? Hamısı oxuyur. Allah'ın 1000 dənə cəmil adlarıdır, gözəl adlarıdır. Allah buyurur ki, فَقُلْتُ اِسْتَغْفِرُ رَبَّكُمْ. Allah'a tövbe edin. Tövbe nedir? Tövbe nedir? Tövbe için məscidə getmək lazımdır? Yox. Tövbe için xüsusi gün lazımdır, cümə günü? Yox. Tövbe için ancaq gərək il ərzində gözləyəsən, sən Qədir gecəsi ola tövbe edəyəsən, yox. Tövbe için ziyaretgaha getmək lazım, Məşədə, Kərbalaya, Məkkəyə getmək lazım, yox. Tövbe her anki bir şeyden peşiman oldun, ihlasla qayıtmağa tövbe deyərlər. Bir şeyden qayıtmağa, bir şeyin peşimancılığını, filankəsə çaş gərək bunu deməyəydi. Peşimancılıqdır da, tövbe budur. Deyir, tubu ilallahi tövbətən nəsuha. Uşaqlıqda bizdə bir kişi vardı, deyərdi, nəsuh kişi kimi oruç tutmaya, tövbe eləmək lazım. Mən elə bilirdim ki, onda savadım yox idi. Elə bilirdim ki, nəsuh bir kişinin adı olur. Nəsuh əslində bir şeyə, bizim dildən bir kişi kimi söz verməyə deyərlər. Sədaqətlə, ehtiramı sındırma, etibarı sındırma, etibarlı ol. Necə dostluqda etibar lazım, cemaat arasında etibar lazım, ailədə etibar lazım, sevgide etibar lazım, işte etibarlı adamı saxlayırlar da qardaşım, etibarsız adamı yanında saxlamırlar. Deyir, filankəsi 20 ildə yanında saxlayıb, 20 ildə etibarından sui-istifadə eləməyib də. Adam var 2 il bir işdə qalır, etibardan istifadə edir, xəyanət edir. İnsan heç bir şeydə etibarını itirməməlidir. Allah'la da danıştığı zaman etibardan sui-istifadə edir. Allah bağışlayandır diye hele biz tövbe eləyək. Tövbe eləyərik, amma çalışaq təkrar o şeyləri etməyək. Allah Kur'an'da buyurur ki فَقُلْتُ اِسْتَغْفِرُوا رَبَّكُمْ اِنَّهُ كَانَ غَفَّارًا. Allah'a tövbe edin, Allah'a taraf kayıdın. İstiğfar edin. İnnehu kanat gaffara. Allah tövbələri bağışlayan, qəbul edəndir. Günahları bağışlayandır. Sonra gör nədir? Mənim məqsədim bu ayəyə toxunmaqda bir hədəf var. Ayənin sonunda deyil, təkrar. Yursilus səmə aleykum midrara. Həmən o Allah, qayıtdığınız o Allah sizə yağış göndərir. Fikirləşin. Əgər yağış olmasa, bu yağışdan yağış yağırdı, düzdür. Yayda keçən illəri mənim yadımdadır, Məhərrəmlikdə rayonlarda su yox idi, kanallarda su çatışmırdı. Heyvanlar inanın ki, ələf yox, ot yox, əkirlər su tapa bilmirlər. Dua edirdilər, bizə deyirlər hacı, namazlarda dua edin ki, biraz yağış gəlsin, biraz o kanallara su gəlsin ki, bizim ələf artsın, bizim əkinəcəyimiz pöhrələnsin. İndi bu yağış olmasa neler baş verer fikirləşin. Allah buludu getirir. Bulud oldu, buxar vasitəsilə bulud yaranır. Buludu külək vasitəsilə getirir, lazım olan yerdə. Süni şəkildə yağış yağdırmaq olar.
Gərək bir dənə maşına su doldurup göndərəsən. Bu su olmayandan sonra maşını necə dolduracaqsan? Hardasa süni yolla buludları qovmaq olar. O dövrdə pambıqçılıq zonada olurdu belə bir şeylər. Amma sən özündən bunu düzəldəsən, buludu yağdırasan və bərəkət nazil olsun, bu ancaq Allahın işidir. Gör nədir? Yursilus səmə aleykum midrara, sizə yağış göndərəcək. Fəqultu istəğfir, istiğfar eləyin. Demək, yağışın gəlməsi üçün tövbə inabə eləyin, özlü yığışdırın. İstəyiriksə Allah bizə göydən bərəkət nazil eləsin, onda gərək günahlarımızı başlatdıraq. Bunu öyrəndiyi ayədən. Tövbə eləyək. İstəyiriksə Allah neymətin yer üzərinə bərəkətin nazil eləsin, istiğfar eləməliyik. Yağışı göndərmək üçün də yursilus səmə aleykum midrara, siz üçün yağış göndərəcək və yumdidukum bi əmvalin və bənin, həm sizə mal verəcək. Yağış göndərdi, istiğfar elədiniz, indi övlad istəyirsən. Hər get həkimin qapısına. Həkim kimdir uşaq versin sənə? Adam var 9 dəfə ekstra karpalar mayalanma eləyib. Süni mayalanma dillərdə. 11 dəfə hər dəfə 7.000, 8.000 pul qoyub həkim qapısında heç fayda yoxdur. Gəldi məscidə, orada müalicəsini elədi, olsun. Gəldi məsciddə, dua elədi, 2-ci il, Allah 2 dənə övlad verdi buna. Mən uşaq idim. Atam Quran tapşırmağa gedirdi, məşhur bir sürücü vardı. Bunun da elə qızları olurdu. 8 dənə qızı vardı. Elə deyirdi ki, Allah mənə bir dənə oğlan vermir ha, bir dənə oğlan vermir ha. Allah o Qədir gecələrindən verdi ona. 4 dənə oğlan verdi. 4 dənə. Zorla istəyirdi ya. İnanın ki, sanki belə götürürdü Quranı, belə qaldırırdı, o qədər yalvarırdı yalvacıyla, bir dənə mənə oğlan ver. İnanın, bu israrla. Allah verdi oğlanları. Oğlanlardan biri ragul maddəsi içdi qız üstündə, bir başına müsibətlər gəldi. İkincisi, psikotrop dərman qəbul elədi. Üçüncüsü, bir dənə maşın əlində vardı. Kəndin bu başından o tərəfə, o başından bu tərəfə. İnanın, bir dənə oyunlar çıxardırdı da kəndi bezar eləmişdi. Baxın, görün. Zorla alanda belə olur. Zorla Allah verir ha. Allah məsləhət nəyi bilirsə, o yaxşıdır. İstədiyimizi verəcək, amma zorla alanda verəcək. Amma deyəcək indi bax, necə Quranda deyir ki, əl-malu vəl-bənunə zinətul həyatid dünya. Mal və övladlarınız dünya həyatının zinətidir. Başqa yerdə deyir, zinət nədir görəsən? Mal və övlad nədir? Nəyin zinətidir? Maşın nəyin zinətidir? Pul nəyin zinətidir? Zinət odur ki, pulun var, verirsən həkimə, sənin sağlamlığın var, qulluq edir. Bir dənə xidmətçi tutursan, sənin canıva xidmət edir. Məsələn, xəstədir, bəs övladın zinəti nədir? Övlad, Quran deyir ki, övladlarınız zinətdirlər. Nədir zinət? Qocaldın, əldən düşdün, ana, ata, oğul götürsün, qız götürsün, buna qulluq göstərsin. Budur onun zinəti. Başqa yerdə isə deyir, fitnədir, mal və övladlarınız fitnə. Fitnə nədir? Nədir fitnə? Fitən ərəb sözüdür. Ərəb dilində fitnə nəyə deyilir? İstəyirəm buna cavab verəm. İnşallah mən istəyirəm ki, bir müəyyən qədər vaxtımız var. Biraz muizə eləyim, sonra bu gecə əməllərini eləyəcəyik. Əlhamdülillah ki, məhdudiyyətimiz yoxdur, şükürlər olsun. Yəni, fitən nədir? Fitnə nədir? Fitnə qızıl emalında. Qızıl bilirsiniz ki, yerin altında birbaşa qızıl olmur. Qızıl əvvəl komponentlərlə, müxtəlif əlvan metallarla qarşı olur. Arxeoloji qazıntılarda tapırlar, mədən tapırlar, onu çıxardırlar, onu gətirsələr bazara, heç kimə o lazım deyil. Heç birimiz ondan bir şey anlamarıq. O xoruz bir gün gəzirdi zirzibilin içində. Qabaqlar əvvəl bu var deyə Alifba kitabında. 1-ci sinif, 2-ci sinifin bu mövzusudur. İndi onu çıxardırlar, çox önəmli bir mövzudur. Deyir, gəzirdi, acıb, darı axtarır. Xoruz darı axtarır. Gəldi bir dənə mirvari tapdı. Mirvari tapdı. Dişin vurdu, gördü ki, mirvariyə gücü çatmır.
O tarafa vurdu, bu tarafa vurdu. Gördü ki mirvarının, dedi sen bakmayarak zərgərlərin yanında çok por qiymətsən, çok qiymətlisən. Amma benim yanımda bir arpa kadar kıymetin yoktu, attı o tarafa. Yani neyime lazımsan sen? Seni ki yiyə bilmirəm mən darı əvəzi deyilsənsə, mənə qida verə bilmirsənsə, sən mənə lazım deyilsən, sən kimisə yanında qiymətlisən. Yani o şey ki biz elde ettiğimiz zaman bize lazım olmalı. İndi fitne nedir? O ki onu müəyyən metallardan təmizləyirlər, o təmizləməyə deyirlər ərəb fitən. Ondan sonra kalır halis kızıl. Halis kızıla da müəyyən kadar metal katmasalar, o dişdə də qalmaz, üzükdə də qalmaz, istifadə də eləmir, əriyər. Elə yığılar, əzilər, sıradan çıxar. Müəyyən qədər metallar qatırlar ki, tərkibinə o möhkəmliyin saxlaya bilsin. Fitnə nədir? O qarışıqlıqlar ki vardı ya, o qızılın ətrafında qarışıqlıqlara fitnə deyərlər. Hakkın yanında da o batil karışık şeylere fitne deyərlər. Bir adam bir söz deyər, alemi vurar birbirine deyər, filankəs fitnekardır, fitendir. Ona göre deyir ki, sizin övlad ve malınız hem de fitnedir. Allah övladlarımızı hidayet eləsin inşallah. Amin. Yursilus sema aleykum midrara ve yumdidkum bi emvalin ve benin. Size yağışı gönderen Allah'tır. Hem size mal verecek. Malı Allah vermir bize. Allah malı her kime verer. Beğenilen beğenilmeyen, kafire gayri kafire, Müslümana Allahsıza, Allah'ın gülladına da verer. Topadana da verer. Ama ilim, hikmet, fezileti kafire vermez. Münafıka vermez. Napaç adama bu işin vermez. Çünkü Allah'ın ilmidir bu. İlim, fezilet, hikmet, arifliği Allah Tebarek ve Teala kime verer? Bildiğiniz kimi Allah Tebarek ve Teala onu beğenilmiş has insanlara verer. Has insanlara verer. Bunu götürün. Yursilus sema aleykum midrara ve yumdidkum bi emvalin ve benin. Buyurur ki hem size mal vereceği, hem size evlat vereceği. Size mal ve evlatla kömək edecek. Yani ne istesen mal ve evlat isteyirsense, mal da isteyirsen, evlat da isteyirsen, ne ile? İstiğfar ile. Bak bu gece istiğfar gecesidir. Kimin evladı yok? Allah'tan istesin. Kimin müşkülü var? İllerle hekim kapısına gelir, olsun. Hekime de git. O tedavi eləyendir. Elə şeyler var həkimliydi. Elə şeyler var mənəvi tarafa bağlıdır. Allah seni imtihan edir. Dünya ve ahiret isteyirsənsə, istiğfar elə. İstiğfarda bu kadar büyük fazilet vardır. Bu gece istiğfar gecesidir. Değerli əzizlər, bir şey nəzərinizə çatdırım. Bakın, Allah Tebarek ve Teala biz dinden, Kur'an'dan öğrendik ki ölüm meleğinin adı var. Kur'an'da ölüm meleği Azrail aleyhisselam değil. Kur'an'ın tabirice melekul maut. Ölüm meleğidir. Azrail söhbəti yoktur Kur'an'da. Birbaşa deyirəm size, Kur'an'da Azrail'in melek kimi adı yoktur Kur'an'da. Nədir adı? Melekul maut. Hamımız bilir ki ölüm meleğidir bu ha. Bəs insanı doğanda, doğuluş üçün, vücuda getirmek için. Bu öldürendir. Bak doğan, doğduran, o meleğin adı nedir? O meleğin adını istəyirəm nəzərcə çatdırım. O meleğin adı ruhdur, ruh. Bakın Kur'an'da tenezzelul melaiketu ve ruhu. Melekleri dedi, ruhu ayrı dedi. Deyir ki, Qədir gecəsində nazil olur yer aləminə. İmam Cəfər Sadiqə sual verdiler. Bu ayı hakkında Mekke'de, Medine'de daha doğrusu Peygamberin ziyaretine giririk. Bir neçə özbəydi qardaşlardan bəhs getdi, fikirlərini söyledi.
Dedim ki İmam Cafer Sadiq Aleyhisselam deyir ki, buyurur, buradaki ruh meleklerden üstündür. Buradaki Kur'an'ın eğer melekler olsa, hele var da melekler ve ruhu niye deyir? Deyir ki, tenezzelul melaiketu ve ruhu. Melekler ve müqəddəs ruh. Müqəddəs ruh o insanların doğuluşuna ait olan, ruh veren. İnsanın, biz deyir ki, ruh daxil oldu ya insan bedeninde, can oldu ya. Hemen o canı veren, ruh veren Allah tərəfindən meleğin adı ruhdur. Tenezzelul melaiketu ve ruh. Buyurur ki, melekler ve müqəddəs ruh yer alemine gelir. Selamun Allah'ın izniyle, biizni Rabbihim, tenezzelul ve ruh fiha, vardır orada, fiha biizni, Allah'ın izniyle indiler. Selamun hiye hatta metla'il fecr. Dan yeri sökülene kadar nedir? Selametli, təhlükəsizlik bir gecəsi, bir günüdür həmən gün. Allah Qədir gecəsinin fəzilətini inşallah bizlərə nəsib etsin inşallah. Amin. Değerli əzizlər, bu əziz gecədə bir İmam Əlidən, Həzrəti Əli bu gecələrin şahıdır, qəhrəmanıdır. Bu gecələrdə şəhid olub. Həzrəti Əli Aleyhisselamın 3-cü Qədir gecəsi onu dəfn etdilər. Onun dəfni. Hətta tarixdə var ki, onu gecə ilə dəfn etdilər. Nə üçün?